Qrenlandiyanın hər sakininə 1 milyon dollar vəd edir. Bir şərtlə. Qrenlandiyanın ABŞ-a birləşməsinə səs verərlərsə, adanın hər bir sakininə 1 milyon dollar verilə bilər. Gözaltı Qafqazinfoya istinadən xəbər verir ki, bu barədə Daily Mail nəşri məlumat yayıb. Məlumata görə ABŞ prezidenti Donald Trump adanın ölkəsinə qatılması müqabilində yerli əhaliyə belə bir təklif etmək niyyətindədir. Lakin siyasətçinin bu ideyanı hələ nəzərdən keçirdiyi bildirilir. Qeyd edək ki, Danimarka Krallığının muxtar ərazisi olan Qrenlandiyanın əhalisi 57 min nəfər təşkil edir. Ağ Ev rəhbəri Donald Trump həm 2017-2021-ci illərdə ilk prezidentliyi dövründə, həm də ikinci prezidentliyi dövründə dəfələrlə Qrenlandiyanın ABŞ-a qatılmalı olduğunu bildirib. Danimarka tərəfi isə bu iddiaları rədd edib və adanın müdafiəsinin gücləndirilməsi istiqamətində addımlar atıb. Gündəlik hadisələrdən xəbərdar olmaq üçün bizi izləyin. Söz altında yox, göz altıda qalın.